Salam dostlar, Avropanın nağıl kimi şəhərlərindən biri Praqaya yola düşürük. Gəlin birlikdə bu şəhəri kəşf edək. Uçuşumuz rahat keçdi. Aeroportdan şəhər mərkəzinə getmək üçün 59 nömrəli avtobusla başladıq. Sonra metroya keçdik. Praqada ictimai nəqliyyat çox sistemlidir. Bileti bir dəfə alırsan, həm metroya, həm avtobusa, həm də tramvaya minə bilirsən. Bir neçə dəyişiklik etsən belə yorulmursan. Həm də qiymətlər çox münasibdir. Cəmi bir neçə avroya bütün şəhəri dolaşmaq olur. Nəhayət hosteldəyik. 21 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 2 nəfərlik otaqda qalırıq. Bura 2 nəfərə 2 gecə 3 gün üçün 2200 kron. Təxminən 379 zlota ödədik. Binadan şəhərin gözəl mənzərəsini görmək mümkündür. Ən çox diqqətimizi çəkən isə liftlər oldu. Hər lift fərqli bir temada dizayn edilib. Bəzisində dağlar, bəzisində dəniz mənzərəsi, sanki bir anlıq başqa bir yerə səyahət edirsən. İlk addımı atar-atmaz hiss edirsən ki, Praqa öz tarixi ilə nəfəs alır. Küçələr, binalar, səkilər, hər şey öz dövrünü danışır. Xüsusilə Vltava çayı üzərindəki körpülər. Əgər Praqanın tarixinə dalmaq istəyirsinizsə, Vltava çayı üzərindəki körpüləri mütləq görməlisiniz. Hər bir körpü öz tarixi ilə fərqlənir. Hər biri başqa bir dövrdən iz daşıyır. Gecə saat 12-dir. Hələ hostelə gedib çata bilməmişik çünki yanlışlıqla bir stansiya tez düşdük. İndi yenə 2 tramvay dəyişməliyik. Birincidəyik. Bu səhv tramvay yolunun sonunda şəhərin daha fərqli və bəlkə də daha az tanınan güşələrini gördük. Amma sonunda gəlib çıxdıq. Bu da bizim üçün bir macəra oldu. Petrin qülləsi Praqanın ən yüksək nöqtələrindən biridir. Güllə Eyfel qülləsindən ilham alaraq 1891-ci ildə inşa edilib. 63 metrlik hündürlüyü ilə şəhərin ən gözəl panoramik mənzərəsini təqdim edir. Petrin təpəsinə teleferik ilə də çıxmaq mümkündür. Biz piyada qalxdıq və hər mərtəbədən fərqli yüksəkliklərdən mənzərəyə tamaşa etdik. Bilet 42 zlota idi, amma buna tamamilə dəyərdi. Yuxarıdan Praqanı seyr edərkən şəhərin qırmızı damlı evləri, dar küçələri, təpədən görünən köhnə binaları və xüsusilə Vltava çayı boyunca uzanan körpülər valeh edici idi. Petrin təpəsinə qalxarkən mağara tipli keçidlərlə qarşılaşdıq. Bu keçidlər tarixin izlərini daşıyan yerlər kimi diqqətimizi çəkdi. Praqanın müxtəlif yerlərində belə təbii və ya süni mağaralar var. Bu mağaralar tarixi və ya mədəniyyətlə əlaqədar bir yer ola bilər. Bəzən belə yerlər qorunma və ya sığınacaq kimi istifadə olunub. Amma indiki dövrdə sadəcə parkın bir hissəsi olaraq gəzinti yerinə çevrilib. Bu tip məkanlar turistlər üçün həm maraqlı, həm də sirli atmosfer yaradır. Praqada çox vaxtımız olmadığından bütün tarixi yerləri və binaları görə bilmədik. Amma Praqada görməli olduğunuz çox şey var. Bunun üçün Praqaya bir daha gəlməyə dəyər. Əgər siz də fərqli, tarixi və sehirli bir Avropa şəhəri axtarırsınızsa, Praqa mütləq siyahınızda olsun.